Salam, hər vaxtınız xeyir olsun, dəyərli dinləyicilər. Torpaqlarımızda ermənilərin işğalçılıq müharibəsinin başladığı illərdə ailəsi ilə birlikdə Rusiyanın Volqograd şəhərində yaşayan, erməni manqurtlarının Azərbaycanda işğalçılıq siyasətindən xəbər tutduqdan sonra Rus ordusu sıralarında Kazan şəhərindəki bir aylıq hərbi xidmətini yarımçıq saxlayaraq, elə hərbi geyimdə, pulsuz parasız yük maşınlarından birinə əyləşib, min bir əziyyətlə Azərbaycana gələn, milli ordumuzun sıralarına qoşularaq, döyüşlərdə cəsurluq və igidliklər göstərən, 1995-ci ilin aprel ayında növbəti ağır əməliyyat zamanı mina partlaması nəticəsində şəhid olan qəhrəman vətən övladı Quliyev Bahadur Sehriman oğlunun əziz və unudulmaz xatirəsinə həsr olunmuş şeiri sizlərə təqdim edirəm. Şeirin müəllifi Xuraman Zakir qızı. Duyunca düşmənlər girib yurduna, yadlar xalqımızı salıb qırğına, dözmədi ürəyi, vicdanı buna. Yurdumun mərd oğlu, qəhrəman, cəsur, dağıtdı düşmənin səfin bahadur. Söylədi, bu elin övladıyam mən, necə uzaq qalım axı vətəndən, imtina eylədi yada xidmətdən. Yurdumun mərd oğlu, qəhrəman, cəsur, dağıtdı düşmənin səfin bahadur. Nə qədər qeyrət var, hünər var canda, döndü torpağına çətin zamanda. Dedi qoy vətənim olsun amanda, yurdumun mərd oğlu, qəhrəman, cəsur, dağıtdı düşmənin səfin bahadur. Keçdi çox əzablı, çətin yolları, qaçdı yad torpaqdan vətənə sarı, sarıldı silaha uzun qolları. Yurdumun mərd oğlu, qəhrəman, cəsur, dağıtdı düşmənin səfin bahadur. Yurdumun mərd oğlu, qəhrəman, cəsur, dağıtdı düşmənin səfin bahadur. Dağıtdı düşmənin səfin bahadur.